Salam dostlar. Bu gün mən Artcam-da, vektorların yadda saxlayıb digər işlərimizdə həmən vektorlar bizə yararlıdırsa, biz o vektorları yadda saxlamaq məcburiyyətində qalırıq, ya da ki, hər dəfə həmin vektorları və ya ona bənzər vektorları çəkmək məcburiyyətində qalırıq. Mən indi o vektorları necə yadda saxlamaq barəsində sizə danışmaq istəyirəm. Məsəl üçün, sualım ki, mən əvvəl işlədiyim işlərdən birini indi açacağam. Gördüyünüz kimi, burada məndə 2 sloy var və vektorlar var. Yəni, vektorlar vasitəsilə relyeflərin alınmasından istifadə edib mən bu yarpaq vidini almışam. Sadəcə olaraq demək, bu yarpaqları almaq üçün, məsəl üçün, deyək ki, bunu hal-hazırda bu var. Biz bunu silək. Onu almaq üçün biz köməkçi vektorlardan istifadə edirik. Mənim burada köməkçi vektorlarım demək, baxın, bu mənim köməkçi vektorlarımdır. Yəni, burada hansı ki, kənarda çəkmişəm, bu ümumi hündürlük olacaq, bu son və bu başlanğıc relyef olacaq. Üstə vidə gələk və gördüyünüz kimi həmən forma alındı. Sonra mən kənarlarını ləğv elədikdən sonra bu vid alınmışdı məndə. Yəni, alınmışdı və hamısı birlikdə belə bir görüntü olurdu. Yəni, burada biraz skulpturla işləmək lazımdır, kənarlarını yumuşatmaq üçün. Amma əsas dərsliyimiz vektorların yadda saxlanılmasıdır. Və bu vektorlar mənə lazımdır. Bunları lazımdır ki, mən yadda saxlayayım. Yadda saxlamaq üçün birinci növbədə vektorları EPS formatında yaddaşa salmalıyıq. Yəni, biblioteka vektoru bölgüsündə, Artcam biblioteka vektoru sahəsində. Amma həm də bizə bunun GIF formatında şəkil forması lazımdır. Ona görə mən kopirovka edib digər bir səhifədə onu yaddaşda saxlayacağam. Və yəni klaviaturada print script düyməsindən istifadə edərək ekranın şəklini çəkirəm. Yəni, bu qədər sadədir. Sonra isə Point proqramını açırıq və Ctrl-V düyməsindən həmin çəkdiyimiz şəkili, yəni görürsünüz, burada şəkildir artıq, şəkili görürük və biz bu vektorların şəklini olan hissəni kəsirik və kiçik formadan və bunu GIF formatında yadda saxlayırıq. Mən artıq yadda saxlamışdım, yəni adını yarpaq qoymuşam.
göstərmək istəyirəm ki, harda yadda saxlamışam. Fayl artqan bölgüsünə, yəni yarlıqına girib, orada biblioteka vektoru və orada tam mən yarpaq papkası açmışam. Yarpaq papkasında yarpaq adı ilə yadda saxlamışam, saxlanit. Və həm də bu vektorları eksport edib yarpaq adında, yəni yarpaq adında EPS formatında yadda saxlayırıq. O da həmin, yəni onu da göstərmək istəyirəm ki, harda, yəni yenə eyni yerə biblioteka vektoru girib, orada yarpaq papkasında yarpaq adında yadda saxlayırıq. Yəni yadda saxlayırıq və buradan göstərmək istəyirəm ki, yəni papkanın adını istənilən qoya bilərsiniz, amma yadda saxlanılan EPS formatında və GIF formatında olan hər iki faylların adı eyni olmalıdır. Əgər eyni olmasa, yəni orada artıq biblioteka vektoru proqramın içindən girdikdə o yəni açılmayacaq. Bunların içində saxlanıc etdikdən sonra gəlirik artqama. Misal üçün artqama gələk. Bax, bunlar bizdə yoxdur. Biz təkrarən onları istəyirik ki, yəni tapaq, götürək. Yəni bunu təkrarən çəkməyə ehtiyac yoxdur. Sadəcə olaraq biblioteka vektoru papkasına girib burada olan papkaları, yəni görürsünüz, yarpaq papkası artıq burada var. Ola bilir ki, olmur. Biz onda novaya düyməsinə basıb oradan yəni giririk biblioteka vektoru və orada yarpaq tapdıq. OK düyməsini basırıq və artıq görürsünüz şəkil formasında, yəni bizə ən azından şəkil göstərir ki, biz yəni hansı vektoru götürmək istəyirik. Burada yəni say yadda saxladıqlarımıza görə sayın da yəni şəkillərin sayı da çox ola bilər. Hal-hazırda bir dənə saxlanıc elədiyimizə görə, yəni bir dənə yadda saxladığımıza görə bu vektorlar var. Üstünə basdıqda artıq o vektorlar ekrana gəlir və biz onlardan yəni sonraki işlərimizdə istifadə edə bilərik. Burada məndə başqa məsəl üçün vektorlar da var. Yəni bu iş üçün deyil, başqa bir iş üçün. Bu qədər sadə, bu qədər rahat formada və öz vektorlarımızı yəni artqamda saxlaya bilərik. Bu qədər. Gələn dərslərdə görüşənəcək. Sağ olun.